Mən pişiyim üçün vacib olan əşyaları almışam və sizə onları göstərəcəm. Heyvana qab seçərkən mütləq ətrafı olan bir qab almalısınız. Yoxsa heyvanınız yemək yeyərkən ətrafı keçə bilər. Əgər heyvanınız kiçikdirsə, qabının böyük olmamağı məsləhətlidir və içində bu məhsul olmalıdır. Biz bunu bir yerdə almışıq. Əgər pişiyinizə çanta seçirsinizsə, ətrafı şəffaf olan bir çanta almalısınız. Pişik üçün ən vacib olan məhsullardan biri də balaca dişli daraqdır. Pişik üçün belə bir şampun həkim məsləhət gördü. Qayçı isə pişiyin dırnaqlarını tutmaq üçün rahat bir məhsul. Biz pişik üçün belə bir boyunbağı almışıq. Əgər siz də istəsəniz, başqa cür boyunbağı ala bilərsiniz. Əgər bir ev heyvanınız varsa, alırsınızsa, onu mütləq həkimə yoxlatdırmalısınız və vaxtında ona peyvənd vurdurmalısınız.